Geldik, müşterini düşürttük. 12.90. Fransa vətəndaşıydı, Fransaya gedir. 12.90 yazmışdı, 20 manat uzattı. Dedi ki 15 manat sağ olsun. Ben de 5 manat qaytardım. Elə bil 15 manat ödəniş ödədi. Fransa vətəndaşıydı və Azərbaycanı çox bəyəndiyini dedi. Qeyd elədi ki, yol boyu biraz söhbət elədik. Dedi ki, Azərbaycan vətəndaşları çox gözəl vətəndaşlardır. Çox istiqanlı vətəndaşlardır. Yəni insanın çox gözəl, həqiqətən də elə deyil. Bizim vətəndaşlar, yəni gələn turistlər zadlar çox razı gedir. Mən çox rastlaşmışam belə şeylərlə. Həddindən çox. İndi görək ki, buradan bizə sifariş verəcək. Yox, adətən mən belə olanda qalmıram burada. Prosto girdim, baxdım, düşən təyyarə vardı ya, dedim bəlkə bir gözləməyə dəyər. Gözləyək görək bəlkə zakaz oldu. Onsuz da qıraqlarda da zakaz yoxdur. Geçsəm binəyə, Suraxanıya da, Mərdəkana da geçsəm zakaz tuta bilməyəcəm. Boş getməyə mənası yoxdur. Məndə də maşın ekonom maşın deyildi ya. Ravon L3. 100'ə bir 9 litr, 8 litr benzin yandır. Ona görə boş-boş sürməyə mənası yoxdur. Elə oturub gözləmək ondan yaxşıdır. Görək nə göstərir. İnşallah ki, buradan zakaz olar. Əvvəl növbə söhbəti var idi aeroporta girənlərə. İndi növbə söhbətini yığışdırıblar. Deyəsən də elə bir söhbət yoxdur. Botda yoxdur, amma Uber'də deyəsən var. Gözləyək görək neyinir, zakaz verir yoxsa yox. İnşallah ki, verər.